Bakı Kart ilə ictimai nəqliyyat ödənişlərini daha sürətli etmək və QR kod yaratmaq üçün istər iOS, istərsə də Android smartfonlarında Birbank qısa yolları yaratmağın mümkün olduğunu bilirdinizmi? Bunun üçün Android smartfonlarında ekrana basılı tutub açılan menyudan widget seçimini edib daha sonra Birbank alt başlığını tapmaq lazımdır. Buradan Birbanka daxil olub elə birinci çıxan Bakı Kart kutusunu sıxmaqla qısa yolu ana ekrana yerləşdirmək olar. iOS cihazlarında isə eyni qaydada qısa yollar ekranına gəlib həmin ekranı basılı tutub yuxarı soldan edit, daha sonra add widget kombinasiyasını ardıcıl edirik. Qısa yollar panelindən isə Birbankı tapıb daxilində olan Bakı Kartı seçib ana ekrana yerləşdirmək lazımdır. Əlavə olaraq iPhone-larda sözgedən widgeti kilit ekranına da yerləşdirmək olur. Bunun üçün də telefon kilitli olduğu halda kilit ekranında ixtiyari bir yerə basıb saxlayın. Açılan tənzimləmə panelindən Customize düyməsini sıxıb sola kilit ekranına keçin. Burada isə sağdan altında yer alan Add widget-ə toxunub Birbankı taparaq Bakı Kartı seçin. Bu qədər sadə. Beləcə artıq ictimai nəqliyyatdan istifadə edən zaman vaxt itirmədən bu qısa yola daxil olaraq birbaşa QR yaratmaq səhifəsinə keçid edə bilərsiniz. Əlavə olaraq qeyd edim ki, eyni ardıcıllıqları həm iOS, həm də Android cihazlarında tətbiq etməklə Yumiko bonusları toplamaq üçün ştrik kodu da ekranda rahat bir yerə qoymaq olar. Bu alış-verişlərinizdə kassa növbəsi gözləyən zaman işinizi daha sürətli həll edəcək və bir toxunuşla lazım olan ştrik kodu alıb kassirə təqdim edə biləcəksiniz. Ümid edirəm bu məlumatlar sizin üçün faydalı oldu və işinizi asanlaşdıracaq. Daha çox texnoloji həll və məlumatlardan xəbərdar olmaq üçün isə bizim kanala abunə olmaq yaddan çıxmasın.